La şəkilçisi ilə bağlı nümunələrə və bəzi qeydlərə baxaq. Məni gözlə. Bu cümlədə lə görürük sözün sonunda işlənib. Sözün sonunda işlənən la, ləni birinci növbədə köklə əlaqəsini yoxlayırıq. Göz sözü ilə gözlə sözünün əlaqəsi var. Ona görə artıq burada bu lə şəkilçidir və gözlə, nə et sualına cavab verdiyinə görə lə burada leksik şəkilçi kimi çıxış edir və feil düzəldib. İkinci cümlə, məni xatırla. Yenə söz nə et sualına cavab verir. Yenə eyni yoxlamanı aparırıq. Xatır sözünün təklikdə mənası yoxdur. Deməli, lanı ondan ayırmaq olmaz və xatırla bütövlükdə ancaq kökdən ibarətdir. Burada şəkilçi yoxdur. Kitabla dəftər məndədir cümləsində la, nə ilə, la şəkilçili söz nə ilə sualına cavab verir və bu zaman biz və əvəzlənməsi aparmalıyıq. Kitab və dəftər məndədir. Bunu və ilə əvəz edə bildik. Və əvəz edə bildiksə, deməli bu bağlayıcıdır. Qələmlə yazmaq. Nə ilə yazmaq? Yenə nə ilə sualına cavab verdi və həmin əvəzlənməni aparırıq. Qələm və yazmaq demək olmaz. Deməli, əvəzlənmədisə, bu artıq qoşmadır. Həyəcanla danışmaq. Necə danışmaq? La şəkilçili söz necə sualına cavab verirsə, artıq həyəcan sözün kökü görürük ki, var və la burada leksik şəkilçidir və zərf düzəldib. Deməli, necə sualına cavab verən anda o leksik şəkilçi olur və zərf düzəldir.